sizin əvvəllər əhəmiyyətli hesab etmədiyiniz nə indi həyatınızın az qala mənasına çevirib? Qızıl sevmir. Hətta mənim yoldaşım aldığı qızıllar belə evdə qalırdı da, yəni. İndi artıq qızıla çox düşkünləşmişəm. Oo. Belə deyək. Yəni qızılın qiyməti qalxdı deyə belə oldu, yoxsa başqa səbəbi var? 4 ay bundan qabaq qızılın qiyməti dəhşət qalxmışdı və orada mənim hələ kar elədiyim bir şeylər oldu. Aha, əla. Bəli. Məndə indi istək bilirsiniz, məndə o taxmaq yox, qızıl pamplar var belə. 20 qram 30. Oyda, 30 qram külçələr, onları sevirəm. külçələr. Aa, Çox qəşəng. çünki yığım aləti olaraq bunu bir sıra Niyəsə adamlar onlara daha çox Hadi düşkünləşmişəm. bini qədimdən deyirlər ki, misal üçün 20 köpüklik, bilmirəm 10 köpük, Nikolayın onluğu, belə bir şeylər. Bəli. İndi mən bilmirəm, olmayıb görməmişik, amma bilirəm ki, yığan yığır. Mən bu barədə düşünmüşəm. Ümumiyyətlə qızıl niyə bahadır? Ümumiyyətlə niyə metallar, daşlar bu dünyada bahalığa çevrilir? Çünki bəzi şeylər yer üzündə tükənəndir. o qədər tükənən şeylər var ki, məsəl üçün də, yəni Tükün özü belə tükənəndir. Deyirlər fikir ki- versənsə. Bəzilərinin başında qalmır. bir dənə söz deyim də, deyirlər ki, qızıl niyə insanlar başlayır qızıl toplamağa? Ay, mənə dağ mədənlərinə gedirlər, ora gedirlər. Yad planetlər gəlib dünya hələ yarananda bizim beynimizi proqramlaşdırırlar ki, biz qızıl yığaq. Onlar vaxtaşırı 1000 ildən bir gəlirlər, o qızılları bizdən toplayırlar, gedirlər öz dünyalarına. Çünki Anunnakilər də olar. Onların Elə- dünyası qızılla işləyir. Aa, Hə, yanacaq onlarda qızıldır. Və biz hələ belə, biz də elə bilirik ki, qızıl yığaq özümüzə lazımdır. Hə, deyən lazım daşdır da bu. Əvvəl yerdə idi, heç kir verən yox Biraz idi. da yad planetlər üçün istəyək də nə olar? Bəs nə? Hətta uçan naməlum obyekt düşüb və o uçan naməlum obyektdə də insanlar olub. Biz əslində deyirik yad planetdik bu yer kürəsi üçün. Biz Ay ora Allah. gəlmişik, dinozavrları qırmışıq, özümüz burada məskən Yo, salmışıq. mən yad planeti deyirəm, sizi bilmirəm. Bu dəqiqə yad planetlər eşidib bu efirimi saxlamasalar yaxşıdır. Çünki hər adam bu barədə YouTube-a danışmışdım. YouTube-da bağladılar bu videonu.